Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam dəyərli 7-ci siniflər 7.2 Əsaslar və əsasi mühit səhifə 50-də. Mövzunun suallarına baxaq. Öyrəndilərinizi tətbiq edin hissəsində birinci sualda deyir ki, pasın tərkibi əsasdırsa, o qüvvətli yoxsa zəif əsasdır. Pas təbəqəsini hansı maddəni istifadə etməklə təmizləmək olar? Belə yaza bilərsiniz burada. Gündəlik həyatda gördüyümüzə əsasən pasın suda həll olmadığını bilirik. Pas suda həll olunur. Suda həll olunursa, onda pas zəif əsasdır. Hansı maddədən istifadə etməklə təmizləmək olur deyirsə, burada fəaliyyət blokunu yerinə yetirərkən, orada var idi, alüminium hidroksid xlor turşusunda həll olmuşdu. Alüminium hidroksid də zəif əsasdır, suda həll olmayan əsasdır. İkinci sualı belə yaza bilərsiniz ki, pası xlorid turşusu və ya onun kimi digər turşuların köməyi ilə həll edib təmizləmək olar. Belə maddələr ola bilər qabuyan olsun, qazlı içki olsun, xlorlu su olsun, onlardan da istifadə etmək olar. İkinci suala baxaq. Sizcə mədə ilə bağırsaqdakı mühitin kimyəvi cəhətdən fərqi nədədir? Yazırsınız cavab olaraq, mədədə, bunun əvvəlki bölmədə də var idi, mədədə xlor turşusu var. Mədədə turş mühit var. Bağırsaq fərqlidirsə, yəqin ki, əsasi mühit olar. Turş mühitlə əsasi mühit bir-birindən fərqlidir. Sonra, bir də uşaqlar, burada belə bir nümunədə yaza bilərsiniz. Acı bağırsaq sözü eşitmisiniz əgər, eşitmisinizsə belə bir şey ifadə. Bağırsaq niyə görə acı deyilir? Çünki əsaslar acı dadlı olur. Ona görə o ifadəni istifadə edirlər. Belə. Fərqi buradadır. Mədədə turş mühitdir, bağırsaqda əsasi mühitdir. Sonra, öyrəntilərinizi yoxlayan hissəsi. Əsaslar üçün ortaq elementlər hansılardır? Əsasların hər birinin tərkibində, məsələn, alüminium OH3 yazaq da. Hər birinin tərkibində bu OH qrupu var. Oksigen və hidrogen. Hər birində oksigenlə hidrogen mütləq ki var. Digər metallar fərqli ola bilər. Kaliumun əmələ gətirdiyi əsasın formulunu və adını qeyd edin. Kaliumun əmələ gətirdiyi əsasın formulu belə olacaq. Kalium OH. Kalium bir valentlidir, ona görə OH-ın ayağına heç nə yazmırıq. Kalium sabit valentli olduğu üçün belə adlandıracağıq. Kalium hidroksid. Burada 2 dənə O yazdım, 1 dənə O olacaq. Kalium hidroksid. Üçə baxaq, amonyak məhlulu ilə brokoli suyunun ortaq və fərqli cəhətləri nələrdir? Maraqlı sualdır. Uşaqlar, yadda saxlayın. Amonyak ümumiyyətlə özü əsasi xassəlidir. Gələcəkdə bu sizə çox lazım olacaq kimya üzrə hazırlarsınız. Belə qeyd edə bilərsiniz burada da. Amonyak məhlulu da, brokoli suyu da əsasi mühitə malikdir. Amonyak məhlulu birbaşa amonyakın təsiri ilə əsasi mühitə sahibdir. Brokoli isə tərkibində birbaşa əsas olmadan digər əsasi xassəli maddələrə görə əsas xassəyə malikdir. Yəni bu belə deyə bilər də, brokoli suyunun tərkibində müxtəlif maddələr var. Sadəcə olaraq bu brokoli suyunun tərkibindəki müəyyən maddələr ona əsasi xassəli verir. Amonyak məhlulu isə özü belə əsas xassəli. Yəni ona qarışıq deyil də. Brokoli suyu isə qarışıqdır. Belə. Sağ olun, salamat qalın. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.